Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Sizə mayın 1-nə olan hava haqqında məlumatı təqdim edirik. Görək yeni ayda hava necə olacaq? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Temperatur gecə 9-11 dərəcə isti, gündüz 16-20 dərəcə isti olacaq. Rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 8-11 dərəcə isti, gündüz 18-23 dərəcə isti. Dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyə də isti, gündüz 5-10 dərəcə isti olacaq. Belə dəyərli izləyicilər, hava məlumatını dinlədiniz. Hələlik.